klassı yaradırsan, sonra student 1, student 2 obyektləri yaradırsan. Bəli. OOP kodu səhmanlamaq üçündür, səliqəyə salmaq üçündür. Yəni bu kod yaxşı kod deyil. Bu kod mənim işimi görə bilər. Amma yaxşı kod deyil. Çünki yəni baxanda da bilinir də qatma-qatışıq koddur. Bunu daha səliqəli eləmək olar. Student haqqında məlumatlardır. Hamısı üçün ayrıca fieldlar yaratmışam. Və indi bunu OOP vasitəsilə səhmanlayaq. Student məlumatlarıdır da hamısı. Mənə bir yer lazımdır ki, studentlə əlaqəli bütün məlumatları mən ora yığım. Həmin yerin adı student klassıdır. Bir student klası yaradacağım. Düz deyildin. Bəli. Bir student klası yaradım. Studentin neyi olur dedik? Bir ID'si olur. ID'sini yazaq. Bu bizim əsas klassımızdır. İşləri buradan görəcəyik. Bu da student klassımızdır. Deməli, studentin bir ID'si var. ID'sini yazaq. String ID. Bu bir. Sonra studentin first name'i var. Onu da yazaq. First name. Bu bizim ikinci studentə aid olan xüsusiyyətimiz. Sonra string last name. Bir də double tipində skoru olacaq. Всё. Bunlara ehtiyac yoxdur. Bunları saxlayaq. Studentə aid bütün fieldları yığdıq bura. Gəlin indi bu kodu OOP-ni tətbiq elədim və tətbiq elədiyim bu OOP-ni istifadə eləməklə yazım. Bir student obyekti yaradıram. Çünki mən bilirəm ki, mənim studentə aid olan bütün fieldlarım, ID, first name, last name, score, bunlar artıq neyin içərisindədir? Obyektlərin içərisindədir. Həmin fieldlara əlimin çatması üçün birinci bir obyekt yaratmalıyım. Tipi student. Adı olsun student 1. Və new student. Obyekti yarattım. Bu obyektin içərisində, yəni indi buna baxaq. Birinci belə idi. Bunun yarısını silək, yarısı qalsın. Buradan da bir xət çəkək. Student 1. Bunu yaratdım. Burada mənim student obyektim də yarandı. Bu buna istinad eləyəcək. Artıq fieldlar burada eləyəndə necə olmuşdu? Hamısı stackdə yaranırdı. Şimdi dəyişənlər deyirik ki, biz çünki stackdə yaranır. Bunlar lokal dəyişənlər üçün keçərlidir. İndi baxacaq. Bu dəfə harda yaranır? Bu dəfə yaranacaqlar obyektin içərisində. Nədir bizdə? Bunlar heap'də yaranacaqlar indi. Bəli, artıq bunlar heap'də yaranacaq. Bax, ID-dir, first name-dir, last name-dir, score. Bunları kopyalayıram. Bunları atıram bunun içərisinə. Bunu biraz böyüdək. Всё. Bu fieldlar artıq yaranır bu şəkildə. Obyektin içərisində. Mənim student 1 obyektimdir. Buna fieldlara dəyərlər verir. ID-si olsun bunun random bir şey. Sonra student 1'in first name olsun Elvin. Student 1'in last name olsun Məsimov. Bir də skoru olsun 100. Bu dəyərlər hamısı biraz daha böyük çəkək. Evet, hoşdur. Burada nə yazdıq?
dəyərlər hamısı artıq gəlir obyektin içərisində oturur. Və mənim yaratdığım hər student obyekti üçün ayrıca dəyərlər yaranır. Yəni bir dəyər gedib o birisinə qatışmır artıq. İkinci obyekti də yaradaq. Student olsun student 2 new student. Və bunun da özünə aid dəyərlər olacaq. Student 1 indi student 2 olsun. ID-ni yazaq best. Bunu da yaratdıqda nə olur? Student 2 yaranır burada dəyişən olaraq. Bunun üçün ayrıca bir obyekt yaranır. Bunun bir kopyası burada yaranır. Kopya dedikdə bunlar dediyim kimi hamısı bir-birindən asılı olmayan, hamısı müstəqil dəyərlərdir. Bu olsun İsa Qurbanov. Bu şəkildə. Bu da istinad edir buna. İndi buna baxaq, birinci yazdığımıza. Bu şəkildə hər şey qatışıq, kod orqanizasiya olmayıb. Hər şey qatışıq, hər şeyi görür, hər şeylə interaksiya eləyə bilir. Bir də buna baxaq. Kod obyektlərə bölünüb. Kodumu obyekt yığmışam deyə səhmanlamışam. OP bizə bunu verir. İndi burada iki cürə fərqli dəyişən görürük biz. Birinci dəyişənlər budur. Hələ ilk dərsdən dəyişənləri necə yaradırdıqsa, o şəkildə yaradılmış dəyişənlər. Baxın, buradakılar. Kommentariyə alınan dəyişənlər. Bunlar adlanır local variables. Yəni yerli deyil, lokal dəyişənlər. Bunlar harada saxlanır? Burada göründüyü kimi stackdə saxlanır bu dəyişənlər. Bu dəyişənləri biz yaratdıqda, bunlar metodların içərisində yaradılan dəyişənlərdir. Bax, main metodunun içərisindəyəm və burada yaradılıb bu dəyişən. Həmçinin bu dəyişən, həmçinin bu dəyişən, həmçinin bu dəyişən. Bunlar lokal dəyişənlərdir. Bunları yaratdıqdan sonra biz bunlara mütləq dəyər verməliyik. Gəlin baxaq. Burada bir dənə dəyişən yaradım. Bu kodu komment edəyə ehtiyac yoxdur. İstənilən bir dəyişən yaradaq burada. Int A bu şəkildə. Dəyişəni yaradıram, amma dəyişənə dəyər vermirəm hələ ki. Gəlin bu dəyişən üzərində bir iş görməyə çalışım. System.println A deyim. Baxın, xəta alıram. Deyir ki, variable A might not have been initialized. A dəyişəni düzdür, sən bunu yaratmısan. Bu əməliyyata nə deyirdik biz? Declare eləmək. Yəni, dəyişəni elan edirsən ki, mən belə bir dəyişən yaratdım. Bu gedir stackə. Bunlar kimi gedib dayanır stackdə. Onun üçün bir yer ayrılır. Amma o yerə hələ ki dəyər təyin eləməmişəm mən. Dəyər təyin eləmədiyim halda bu dəyişənin dəyərini oxumağa çalışanda, bunlar dediyim kimi lokal dəyişənlər üçün, bunlar üçün keçərlidir. Lokal variable'lar üçün. Oxumağa çalışanda və ya bunun üzərində bir əməliyyat görməyə çalışanda xəta alıram. Bu dəyişənləri isə, baxın buradakı dəyişənlər. Metod içərisində yox, class içərisində yaradılan dəyişənlər. Bir var, mən bir metod yazım burada. Void qaytarsın. Adı nə bilim test falan olsun. Bunun içərisində nəsə yazmağa çalışım. Deyim string name. Belə bir şey yazmağa çalışım. Bu olur lokal dəyişən. Çünki metodun içərisində yaradılıb. Bunlar isə adlanır nə? Instance.
variable. Bir anlayışı da eləyək, öyrənək. Instance anlayışı. Bildiyimiz obyekt deməkdir. Obyekt desəm onun yerinə instance da deyə bilərəm, instance desəm onun yerinə obyekt də deyə bilərəm. İkisi də eyni şeydə, heç bir fərqi yoxdur. Bir klass əsasında yaradılmış, içərisində dəyişənlər olan və üzərində iş görə biləcəyim nəsə, obyekt, həmçinin instance. Bunların adı gedir instance variable'lar. Çünki bunlar birbaşa obyektə aid olur. Baxın, instance variable'lar harda saxlanır? ID, first name, last name, score. Obyektin içərisində, yəni instance'ın içərisində. Həmçinin bunlar instance'ın içərisində. Ona görə bunların adı gedir instance variable'lar. Lokaldan fərqi nədir? Instance variable yaradılanda, daha doğrusu obyekt yaradılanda. Mən bir obyekt yaradım, amma hələ ki heç bir dəyər verməyim heç bir dəyişənə. Obyekt bu şəkildə yaranacaq və bu dəyişənlər default bir dəyər götürəcəklər özlərinə. Məsəl üçün, baxın, yeni bir student obyekti yaratdım deyək. Obyekti yaratdım. Obyektlə birlikdə bu dəyişənlər də yaranır. Amma ki, dəyişənlərə hələ ki dəyər verməmişəm. Burada elədiyim bu dəyər vermə əməliyyatını aparmamışam. Bu dəyişənlər avtomatik dəyər götürürlər özlərinə. Bunu bir dəfə demişdim mən, amma yadımda deyil harda. Referans dəyişənlər özlərinə default olaraq nə dəyər götürür, primitiv dəyişənlər özlərinə default olaraq nə dəyər götürür. Kim deyər, kimi yadındadır. Arraylarda demişdim, səhv bilmirəmsə. Yadınızdadır. Referans dəyişənlər özlərinə null dəyəri götürür. Bütün referans dəyişənlər götürür özlərinə null dəyəri. Primitiv dəyərlər isə 0 götürür. Bir də bura şey də daxildir. Boolean tipli dəyərlər. O da Özümüz qiymət verməyimiz elə. Özümüz qiymət verməsək. Verməsək default olaraq bunları götürür. Biz qiymət verənə kimi bunlar da qalır. Gəlin bunu yoxlayaq. Gəlin bunu yoxlayaq. Bir dəyişən daha yaradır. Bir student daha yaradıram. Student 3 bərabərdir new student. Obyekti yaratdım. Bu yarandı, heapdə yarandı. Bu obyekt yarandısa, deməli bu dəyişənlər də həmçinin yarandı. Amma dəyişənlərə dəyər vermirəm. Deyirəm ki, student 3-ün ID-sini çap elətdir. System.println student 3 ID. Həmçinin first name-i çap elətdir. Last name-i çap elətdir. Bir də score. Bir də score-u çap elətdir. Run eləyək kodu. Coşub çıxdım. Baxın. ID default olaraq nə götürüb? Null. First name default olaraq nə götürüb? Null. Last name null. Score-dakı double tipli dəyişən idi, 0.0 götürüb. Mən bura əlavə eləsəm ki, bir field daha əlavə eləyək. O da boolean tipli olsun. Studentdə boolean tipli nə ola bilər? Dövlət sifarişlidirmi? Dövlət sifarişli ingiliscə necə gedir bilmirəm. Azərbaycanca yazaq. Rekord gedir hal-hazırda. Rekord gedir, bəli. Mən çıxsam olar, çünki bu günlər mənim kiberdən imtahanım var. Bildim, olar, hə. Olar, baxarsan rekorda. Yaxşı. Harda, hə. İz dövlət sifarişi nəsə belə bir şey yazdı. Bunu daha yaxşı yazmağın yolu ola bilər. Belə bir şey yazaq. Dövlət sifarişlidirmi? Belə bir field da əlavə elədim. Niyə əlavə elədim? Baxa görə boolean default olaraq özünə nə götürür? Bunu da çap elətdirsin.
Baxın, boolean da özünə default olaraq false götürür. Burada neyi gördük biz? Lokal dəyişənlə instance dəyişənin fərqini. Lokal dəyişəndə dedik ki, declare olunduqdan sonra mütləq initialize olunmalıdır. Yəni ki, mən bunu declare elədim ha. Bunu ya eyni sətrin içərisində, elə bu şəkildə, ya da ki, sonraki sətirlərdə buna bir qiymət verməliyəm mən. Qiymət verməsəm işləmir. Instance dəyişənlərdə amma belə deyil. Qiymət verməsən, özü bir default qiymət götürür özünə və onunla işləyə bilirsən. Bunu da mən demişdim arraylardan danışanda. Baxın, baxaq bir də ona. Bir array yaradırdım mən. Int ədədlər bərabərdir new int və 5 dənə olsun deyək. Mən istəyirəm ki, bu sətir icra olunanda nə olur? Heap'in içərisində bir array obyekti yaranır. Onun da içərisində 5 dənə element. Bu elementlərə mən qabaqcadan dəyər verməsəm, bu elementlər özlərinə default dəyər götürürlər. Və götürdükləri bu default dəyər, əgər primitiv tipdirsə sıfırlar olur, referans tipdirsə null olur. Nulllar olur. Yəni əgər bu string tipində elementlər saxlasaydı özündə adlar olsun məsəl üçün. New string, bunu 5 dənə desəydim, 5 dənə null olacaq idi içərisində. İndi boolean da bildik. Boolean tipli dəyişənlər elementlər saxlasaydı, olacaq idi 5 dənə false. Bizə bunu baxmağa ehtiyac yoxdur, baxmışdıq. Bu lokal dəyişənlərlə instance dəyişənlərin fərqi. Baxaq. Bunu da yəqin ki bilirsiniz. Bir klasın içərisində klasın ümumiyyətlə 2 dənə xüsusiyyəti olur. Bir behaviorlar. Bizim belə yazılırdı. Hə. Yəni ki davranışları, klasın davranışları. Bunlara biz deyirik metodlar. Bunlar metodlardır. Metodlar klasın davranışları olur, actionlar da deyirlər. Yəni bir klass nə eləyə bilər? Məsəl üçün student klası belə bir şey demək olar. Submit ya da belə deyək, display info. Belə bir metod yazaq. Student klası özündəki o dəyərləri display eləyə bilər, yəni göstərə bilər istifadəçiyə. Bu da bir iş görsün, məsəl üçün. Bunun silək, buna ehtiyac yoxdur. Sistemə ad println desin. ID-ni göstərsin, sonra first name-i göstərsin. Last name, score. Bir də dövlət sifarişdə olub olmadığını göstərsin. Belə bir metod yazılır bunun üçün. Display info. Mən bir obyektin həm fieldlarına akses eləyə bilirəm, bayaq gördüyümüz kimi. Məsələn, burada elədiyim kimi. Həmçinin həmin obyektin bu metodunu çağıra bilirəm. Belə deyək. Bu hissəni açıram. Əlimizdə bir obyekt var, student 1 və bunun fieldlarına dəyərlər də vermişəm. Deyim ki, student 1 nöqtə, baxın, metodumuzu görürəm burada, display info. Metodu çağırdım. Run eləyək.
ardıcıl şəkildə həmin studentin identifikasiya nömrəsinin adını, soyadını, balını və dövlət sifarişli olub olmamasını göstərir. Bunu çevirək dövlət sifarişli. Dövlət sifarişlidirmi? True. Bir də baxaq. Dəyişdi. True. Sonra baxaq indi konstruktorlara. Elvin, konstruktor nədir? Yadımdan çıxıb almaz desin. Elvin, keçmişsiniz C++'da konstruktor. Construction neydi? Sən bilərsən. Konstruktor. Göstərəcəm indi. Almaz, buradasan? Bəli, buradayım. Hı, Konstruktor əslində yazılsa da, yazılmasa da, həmin o işləyəndə arxa planda işləyən bir koddur. Belə bir yadımda qalıb. Bilmim, işləyir, neyniyir? Sevinç yazıb ki, klasın hipdə obyektini yaradır. Əslində, təməl işi odur. Klasın hipdə obyektini yaradır konstruktor. Amma konstruktor istifadə eləyərək biz nə əldə eləyirik? Yəni, baxaq. Konstruktor, bəli, yazılsa da, yazılmasa da, bizim yaratdığımız, biz yaratmasaq belə, ümumiyyətlə, Java-dakı bütün klassların default olaraq bir konstruktoru var. Konstruktor nədir? Xüsusi bir metoddur. Xüsusi bir metoddur. Biz bir kodun metod olub olmadığını hardan bilirik? Həmin kodda bir ad yazılırsa, istifadəçi tərəfindən təyin olunan bir ad yazılır və addan sonra bir mötərizə açılır, bağlanır. Bu sintaksisi harda görsəz, bilin ki, bu bir metoddur. Və konstruktorun sintaksinə də baxanda görürük ki, bu əslində bir metoddur. Konstruktor bu şəkildə yazılır. Klassla eyni adda olur, eyni adda. Sonra mötərizə açılır, bağlanır, sonra da fiqurlu mötərizələr. Bu adlanır konstruktor. Dediyim kimi, xüsusi bir metoddur. Xüsusi bir metoddur və bir metod yazılırsa, o metodun işə düşməsi üçün həmin metod çağırılmalıdır. Çağırılmadan bir metod işə düşə bilməz. Və bizim bu konstruktorumuz harda çağırılır? Gəlin, baxaq. Mən bir obyekt yaradıram. Student nə bilim neçə, 4 bərabərdir new student. Baxın, bu hissə bir metodun çağırılmasıdır. Metodun çağırılması olduğunu hardan bilirəm? Görürəm ki, nəsə bir ad yazılıb, dalınca mötərizə açılıb bağlanıb. Mötərizə açılıb bağlanırsa, deməli metod çağırılır. Və bu metodda, çağırılan metodda mənim bu xüsusi metod dediyim konstruktordur. Konstruktor əslində bir metoddur və nə zaman çağırılır? Obyekt yaradılarkən. Bizim bu birinci dərsdən bu yana obyekt yaratmaq üçün yazdığımız bu sintaksis, bu kod var ha. Kodun bu hissəsi aydındır bizə ki, stackdə bir dəyişən yaradır. Student 4 adında bir dəyişən yaradır. Bəs bu hissəsi nə idi? Sizə deyirdim ki, bu hissəni harda görsəz, bilin ki, heapdə obyekt yaranır. Və heapdə yaranan bu obyekt də nə vasitəsilə? Burada çağırılan konstruktor vasitəsilə yaradılır. Obyekt yaranarkən, həmçinin bu konstruktor metodu da çağırılır və
obyekt yaranır. Bunun içərisindəki kodlar falan işə düşür. Gəlin baxaq. Ben bunu yazmasaydım belə mən, bu burada olmasaydı belə, baxın burada bir xəta almıram. Çünki bu hissə onsuz da avtomatik olaraq Java tərəfindən verilir kodda, kodun içərisində gizlin şəkildə olur. Mənim yazmağım bu şəkildə, bunu yazmağım heç bir fərq eləmir. Gəlin təsdiqləyək ki, bu metod həqiqətən obyekt yaranarkən çağırılır ya çağırılmır. Birinci bunu gizlədirəm. Run eləyək. Heç nə görməyəcək. Yəni, buradakiləri bağlayaq. Run eləyirəm. Heç nə görmürük. Burada heç bir komanda icra olunmadı. Yəni, olundu, sadəcə konsolda heç nə görsənmədi. Konstruktoru açıram. Hal-hazırda hədəfim odur ki, mən təsdiqləyim ki, obyekt yaranarkən bu konstruktor metodu çağırılır ya çağırılmır. Bunun içərisinə bir sətir kod yazıram. System.println bizim üçün çap elətdirsin. Desin ki, konstruktor çağırıldı. Bunu mənim üçün çap eləsin. Mən terminalda bunu görsəm, artıq təsdiqləyəcəm ki, obyekt yaranarkən bu metod çağırılır. Aha. Bizim obyekt, heç nə yazmadım əlavə burada, əlavə kod olaraq. Sadəcə bir obyekt yaratdım. Obyekt yarananda burada bu sətiri gördüm. Konstruktor çağırıldı. Deməli nə? Kodun bu hissəsi, bura kontrolu sıxıb saxlayıb bunun üzərinə sol klik eləyirəm. Getirir məni bura, konstruktora. Görürəm ki, konstruktorda sadə bir metoddur. Klasımla eyni adlıdır. Və konstruktor metodu çağırıldı. Onun içərisindəki kod da icra olundu. İndi Almaz, sənin dediyin buraya qədər. Demək olar ki, bu konstruktoru mən niyə istifadə edeyim? Bunun əsas istifadəsi çünki bu deyil. Konstruktorun özünə məxsus bir istifadə olunduğu yer var, məqam var. Nədir o? C-Sharp-da niyə istifadə edirsiniz konstruktoru? Hətta tapşırıqlarda da yazırdım. Deyirdim, müəllim, mən bu başqa cürə yaza bilmədim, konstruktoruna yazdım. Danış da. Dəyər vermək üçün deməli. Bəli, biraz daha açıq. Daha açıq bilmirəm tam dəqiq. Didigi sadəcə daha açıq deyəcəksən. Sevinç deyir ki, private dəyişənə kənardan qiymət göndərmək üçün. Bəli, Sevinç o encapsulation'dır. Hə, encapsulation'dır. Yox, deyil əslində, encapsulation deyildi. Yəni. Dəyişənin private olmasa belə, mən ona kənardan qiymət verə bilirəm. Baxaq. Baxın, burada birinci student obyektini yaratdım və sonra nə etdim? Həmin student obyektinin içərisindəki dəyişənlərə dəyər verdim. Amma baxın, dəyəri necə verirəm? Bir deyirəm ki, filan obyektin ID-si budur. Filan obyektin first name-i budur. Last name-i budur, skoru budur. Dövlət sifarişlidirmi? O da ya true'dur, ya false'dur. Bu da budur. Bu şəkildə. Belə verirdim. Konstruktor bizə bu initialization prosesini biraz daha avtomatlaşdırma imkanı verir. Verdiyi imkanlardan biri budur. Mən deyə bilərəm ki, bunu bunlardan aşağı salın. Mən deyirəm ki, madam ki bu bir metoddur, biz bilirik ki, metodlar çağırılarkən biz onlara arqument ötürə bilirik. Yəni, metoda bir dəyər verirəm. Deyirəm ki, sən iş görəcəksən. Həmin işi görmək üçün sənə bu dəyər lazımdır, gələ bu dəyəri istifadə elə.
Və hansı dəyərləri verirəm əsasən metodlara? Metodların özlərinin görə bilmədikləri dəyərləri. Metod skopdan xaricdə ola bilər. Məsəl üçün, skop söhbəti var da. Mən burada bir dəyişən yaratsam, int ədəd bərabərdir 45. Mənim bu student klassım o 45 ədədini görməyəcək. Çünki skopdan xaricdədir. Deyirəm ki, məsəl üçün, belə deyək, void bir metodda yazıram bura. Increment. Ədəd dəyişənim var da burada. Yəni, faktiki olaraq mən bunu görürəm. Amma mənim metodum görmür. Deyirəm, ədəd plus plus, yəni qırmızı rəngdə. Çünki skopdan xaricdədir. Mənim buradakı metodum başqa bir klassdakı dəyər üzərində işləyə bilməz. İşləyə bilməməlidir. Çünki işləyə bilsəydi, aləm dəyərdir bir-birinə. Onun üçün mən arqument olaraq metodlara dəyər ötürürəm ki, gələ bu dəyər üzərində işlə. Dedik ki, konstruktorda özü bir metoddur, xüsusi metoddur. Xüsusi bir metodsa, deməli mən də bu metoda arqument ötürə bilməliyəm. Və ötürə bilirəm də. Gəlin ötürək. Nə edəcəm? Deyəcəm ki, sənin obyektin özündə ID, first name, last name, score və dövlət sifarişli olub-olmamasını saxlayır. Düzdür? Mən bunları sənə qabaqcadan verəcəm. Deyirəm ki, istifadəçinin ID-si bu olacaq, first name bu olacaq, last name bu olacaq, score-u bu olacaq, sonra dövlət sifarişlidirmi, o da bu olacaq. Sənə bu arqumentləri verirəm. Elə obyekti yaradarkən, götür bu şeyləri də, dəyərləri də obyektin fieldlarına mənimsət. Eləyə bilər? Bəli, eləyə bilər. Onu eləmək rahatdır. Madam ki, eləyə bilir, eləsin. Mən niyə burada gəlib obyekti yaratdıqdan sonra bir-bir əllə eləyirəm? Nə deyirlər bu? Dəyişənlərə dəyər verirəm. Düzdür, mən bu arqumentləri burada atdım. Özünüz də görürsünüz ki, xəta verir. Xətamız da nədir? Mən oradan arqumentləri atdım, amma metodum mənim parametr götürmür. Metoda deyək ki, sən bu parametrləri götürəcəksən. Birincisi metod götürəcək string tipində bir ID. Sonra string tipində bir first name. String tipində bir last name. Double tipində score. Sonra boolean tipində dövlət sifarişlidirmi? Bunu götürəcək. Xəta aradan getdi. Artıq mən bu arqumentləri atıram və arqumentlərin gedib hansı parametrlərə mənimsədiləcəyini də görürəm. Bu ID-nin yaxşı xüsusiyyətlərindən biridir. Mən görürəm ki, burada verdiyim dəyişən gedib orada ID-yə mənimsədiləcək. Bu first name-ə, bu last name-ə, bu score-a, bu da dövlət sifarişli olub olmadığına mənimsədiləcək. Bu şəkildə ayırıb səliqəli edə bilirəm kodu. Bu şəkildə. Üçün. Artıq metod çağırıldıqda həmin dəyərlər gələcək bizim metodumuzun ixtiyarına. Metod artıq bu dəyərləri götürüb bu dəyərlər üzərində işləyə biləcək. Mənim hədəfim nə idi? Hədəfim o idi ki, metod bu dəyərləri götürsün və bu dəyərləri mənimsətsin yaradılacaq olan obyektin o dəyişənlərinə. Yəni, onu yerinə yetirəcək kodu yazaq. Belə bir keyword var. This keyword-ü. This nöqtə ID bərabərdir ID. Buradakı this nə deməkdir? Bunun içərisində yazaq. Kim bilir bunu? Siz burada yəni metodda olan ID-ni göstərir. Necə? Yəni metodda olan ID-ni göstərir, klassda olanı yox. Metodda olan ID-ni tərsinə. This burada klassda olan ID-ni bunu göstərir bizə.
Bunu göstərir, bildin? Daha doğrusu hansı instance üzərindəyiksə, yəni hansı obyekt üzərində işləyirsə, həmin obyektin ID-si deməkdir. This o işə yarayır. Neyse, this üzərində daha çox danışarıq. O biraz obyektin falan nə olduğu tam konstruktor, obyekt bu anlayışlar tam oturmalıdır ki, this'i başa düşə biləsiniz. This'dən danışacaq. Sıxmayın ürəyinizi. Belə deyək. Bunu getirirəm bura. Bunu görürsünüz də, kodu yoxsa sizdə bulanlıq görsənir. Bu ID-ni mən burada ötürmüşəm. Bu ID gələcək bura, bunun yerinə oturacaq. Yaxşımı? Bu ID budur. Bu ID budur. Buradakı. Eyni adlıdır bunlar. Eyni adlıdır. Burada bir qaçışıqlıq düşə bilər deyənə this keyword-dən istifadə edirəm. Deyirəm ki, this ID, yəni bu ID, hansı ID? Bunu işarə eləyirəm. This açar sözü bunun üçün istifadə olunur. Həmin instance-dakı, həmin obyektdəki dəyişəni göstərmək üçün. Bu nə edir? Mən buradan ID-ni vermişəm. Bu ID gəlir bura arqument olaraq və mən deyirəm ki, hal-hazırda yaradılacaq olan obyektin o ID hissəsinə mənim arqument kimi verdiyim ID-ni yaz. Bizdə təkcə ID lazım deyil, digər bütün dəyişənlər də lazımdır. Ona görə hamısı üçün yazıram bunu. First name, last name, score, dövlət sifarişi. Yazaq bunları. First name, last name, score və dövlət sifarişlidirmi? Yenə deyirəm, kodu run eləməmişdən qabaq nə edəcək bu? Mən bu metoda, dedik ki, konstruktor bir metoddur. Bu metoda arqument kimi bəzi dəyərlər ötürmüşəm. ID olaraq bunu ötürmüşəm, first name olaraq İsa, soyad Qurbanov, xal 65,7 və dövlət sifarişlidirmi? Bəli, dövlət sifarişlidir. Bu dəyərləri mən student obyektini yaradanda student konstruktorunu çağıra bildiyim üçün bu dəyərləri mən ona arqument kimi ötürmüşəm. Və bu konstruktor da həmin dəyərləri götürür. Və götürdüyü dəyərləri hal-hazırda yaradılmaq üzrə olan obyektin dəyişənlərinə mənimsədir. Yəni bura. Obyekt ki yaradılacaq. Qoymur bunlar null şəkildə yaradılsın. Verdiyim dəyərlər gəlir oturur bura. Və beləcə yaradılan obyekt avtomatik dəyərləri, o dəyişənləri initialize olmuş vəziyyətdə yaradılır. Konstruktorlar əsasən bunun üçün istifadə olunur. İndi burada bu bir metoddur. Bunun içərisində çox iş görmək olar. Başqa nə işlər görmək olar bunun içərisində? Bir, bu göstərdiyim dəyərləri qabaqcadan yaratmaq, initialize etmək üçün. İki, ötürülən dəyərləri filtrləmək üçün. Məsəl üçün, mən deyərəm ki, məsələn, first name. Adam götürər, first name yerinə yazar 1, 2, 3, 4, 5. Hal-hazırda bizim proqram bunu dərk eləyəcək vəziyyətdə deyil ki, adamın adı 1, 3, 4, 5, 6 ola bilməz. Onu dərk eləməsi üçün burada bir, məsəl üçün, if else yaza bilərəm. Əgər adın içərisində rəqəm varsa, götürmə. Və ya məsələn, belə bir şey yaza bilərəm. Həmçinin last name üçün onu yaza bilərəm. Bu işlər üçün də həmçinin istifadə oluna bilər konstruktor. Sizdə access modifierlar dərsi nə vaxtdır? 3 dəqiqə. Görmədim. Neysə. İndi Almaz buradasan.
Bəli, və ya burada. başqası. Elvin, sən bilmirdin, sən deyə görüm. Bəli. Deməli, Sevinç nəsə demək istəyir bizə. Parametrli konstruktorla. Bəli, class dəyişəni, parametr dəyişəni, bəli. Elvin, konstruktor nədir? Nə iş görür, yox, nədir? Müəllim, mən Obyekt çıxa, yaratmaq. Necə Məhəmməd? mən çıxa bilərəm. Mən o biz dərsimi başladı. Tamam. Hə, çıxa bilərsən, buyur. Sağ olun. Sağ ol. Hə, necə Elvin? Obyekt yaratmaq üçün də. Obyekt yaratmaq üçün. Bəli. Obyekt yaratmaq üçün nə? Konstruktor nədir? Metod. Bəli, xüsusi bir metoddur. Xüsusi bir metod. Xüsusi bir metoddur və obyekt yaratmaq üçün istifadə olunur. Konstruktorun içərisindəki o body hissəsi obyekt yaranarkən icra olur. Konstruktor bəs nə üçün istifadə olunur? Nə üçün istifadə oluna bilər? Çox iş üçün istifadə oluna bilər. Onlardan bir neçəsini de görək bizə. Filtrləmək üçün dediniz. Məsələn, dəyərlərin düzgün yerinə yazmasını təmin edir. Adı soyadı ada yox da, hamısının düzgün Yox, ad, verilməsini soyad, təmin soyad, edir. ad onu bilə bilməz ki, sən adla soyad, adın yerinə soyad yazın, soyad yerinə ad. Bunu bilə bilməz konstruktor. Buna görə şərt verməliyik. Konstruktor sənin verdiyin inputun doğru növ input olub olmadığını yoxlaya bilər. Məsələn, bayaq dediyim first name yerinə götürüb 1 2 3 4 5 6 yazsam. Bu düzdür, səhvdir? Bu səhvdir. Deyirəm, insanın adı rəqəmlərdən ibarət olub. İnsanın adının içərisində rəqəm ola bilməz. Düzdür? Bunu biz bilirik. Konstruktor proqram özü bunu avtomatik bilə bilmir. Sən onu proqrama bildirirsən. Məsələn, deyə bilərsən ki, əgər adın içərisində rəqəm varsa, bunu götürmə. Bunu konstruktor vasitəsilə eləyə bilərsən. Burada gördüyümüz nədir bəs? Burada elədiyim nədir mənim? Əsas iş budur konstruktor üçün. Başdakı nə deyirdik? Necə? Klasdakı field deyirdik də onlara. Onları tanıtmaq üçün yəni. Hə, tanıtmaq üçün demək olar, hə. Onları ilkin dəyər vermək üçün obyekt yaranarkən dəyərləri 0, 0 və ya null qalmasın deyənə elə obyekt yaranarkən dəyər veririk. İlkin dəyər. Bax. Burada yazdığım kodla burada yazdığım kod demək olar eyni şeydir. Eyni şey deyil, eyni işi görürlər. Bir dəqiqə belə eləyək. Almaz, bu niyə xəta verir? Və ya Sevinç. Sevinç də bilir. Parametri yazmamış. Parametr yazmamış. Necə həll edeyim? Ki, həm bu kod işləsin, həm bu kod işləyə bilsin. Parametrinə string ID, first name falan bunlar yazır. Yox, istəmirəm də. Mən istəmirəm ki, dəyərləri o cürünə verim. Dəyərləri mən bu şəkildə vermişəm, manual. Konstruktor overriding eləyirəm. Bir konstruktorda yazıram. İçi boş. Все. Düzəlir. Bunu bilməyə bizə ehtiyac yoxdur. Bunu overriding, overloading. Konstruktor overloading çəkdim. Overloading dərsində biləcəksiniz. Bax, burada yazdığım kodla bu kod nə edir? Bir student obyekti yaradır. Sonra student 1-in ID-sinə dəyər verir, first name-inə, last name-inə, score-una və bu dövlət sifarişlidirmi? Bu dəyişənlərə dəyər verir. Elvin, sən nə?
Yaxşı, bu kod bu işi görür. Bu arada bu iki əməliyyat arasında, yəni obyekt yaratma əməliyyatı ilə obyektin dəyişənlərinə dəyər vermə əməliyyatı arasında, o aradakı o halda dəyişənlərin qiymətləri hamısı ya sıfırdır, ya da ki naldır. Ya da ki false. 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 Yaxşımı Elvin? Buradasan Elvin. Buradayım mən, bəli dedim. Hə, eşitmədim. Bu əməliyyatda bu baş verir. Yəni obyekt yaranır. Obyekt yarandıqdan sonra bunlar hamısı olur ya 0 ya 0. Null. Əgər primitiv dəyişəndirsə 0 olacaq. Boolean xaric, boolean false olur. Referans dəyişəndirsə də null olur. Sonradan mən bunlara dəyər verirəm bu şəkildə. Və ya ikisini bir əməliyyat içərisində yerləşdirirəm və obyekt yaranarkən elə dəyərləri mənimsədirəm obyektə. Belə. Aydın, yəni Hə. əvvəlki kimi manual vermək dediyiniz kimi qarışıqdır. Hə. Amma belə konstruksiyalarla vermək daha rahat görünür. Bəli. Daha rahat görünmür, daha rahatdır, daha əlverişlidir. Mən bu şəkildə versəm, Hə. bu şəkildə versəm və gətirib bura Elvin yerinə nə bilim 1 2 3 yazsam, bunu qarşısını almağımın heç bir yolu yoxdur. Bu gedəcək 1 2 3 olaraq da gedəcək tələbənin adı. Konstruktordan istifadə eləsəm, bunun qarşısını ala bilirəm. İndi burada alınmayıb hal-hazırda, amma ki ala bilirəm. Getirib İsa yerinə 1 2 3 yazaram və deyərəm ki, burada gələn first name əgər baxarsan içində rəqəm varsa, bunu götürmə. Məsələn, bunu deyə bilirəm konstruktor vasitəsilə. Və düzgün yol da budur. Əslində düzgün yol budur. İndi sən bilirsən də şeyləri, access modifierları. Encapsulation nə işə yarayır? Danışmışdıq sənin yadındadır. Bunun qarşısını almaq üçün də elə. Gəlirəm bunları private eləyirəm. Məsələn, first name-i private eləyirəm. Private eləyəndə nə olur? Birincisi, bu şəkildə dəyər vermə artıq əlçatmaz olur. Bu şəkildə dəyər verə bilmirəm. Məcburam ya konstruktor vasitəsilə ya da setter metod vasitəsilə dəyər vereyim. Orada da dəyər vermə prosesi hamısı mənim kontrolumun altında olur. İstəsəm deyə bilirəm ki, məsələn, verilən dəyərin içərisində filan şey varsa götürmə. Bax, dəyər bu uzunluqdadsa, bu uzunluqdan kiçikdirsə götürmə. Bu uzunluqdan böyükdirsə götürmə. Bunları deyə bilirəm. Məsələn, şifrə daxil edir istifadəçi. Backenddə mən elə eləməliyəm ki, şifrə 8-dən kiçik oldu mu, 8 simvoldan kiçik oldu mu, götürməsin. Onu bu şəkildə eləyirəm mən. Bunları gətirirəm, private eləyirəm. Bu məndən gelmir, söhbət ümumiyyətlə praktis belədir. Bu şəkildə eləyirlər. Belə. Konstruktor da bu işə yarayır. Sonra bir də toString metoduna baxaq. Bir obyekt yaratdım. Student 1 olsun adı. New student dəyərləri buna qabaqcadan atıram. ID-imiz olsun belə bir şey. Yine Elvin yazaq. Nərgiz yazaq. Nəbiyeva bir skor verək və dövlət sifarişlidirmi? Bəli. Bu nə çıxardacaq?
Nərgiz, elə sən cavab ver. Bu nə çıxardacaq? Systematic print line, student 1. Run eləyirəm. Nə görəcəm? Necə? ID. ID-ni. Hə. ID-ni burada harda? Məsələn, mən demişəm ki, Hə, student optionlu bunun hamısını çıxardacaq. bunun hamısını çıxardacaq. Tamam, baxaq. Mən də istəyərdim ki, onun hamısını çıxartsın. Amma çıxartmadı. Nə çıxartdı? Bunu. Nədir bu, bilirsən? Yəni, bunu çox baxmışıq. Unicode-dakı sıra nömrəsi. Referans kodudur da bu. Sıra nömrəsi deyil, referans. Referans. Referansıdır. Referansı. Bilirsən nədir? Yəni, referansı həmin obyektin yaddaşdakı yeri demək olar buna. Burada biz obyektlər ki, yaranır yaddaşda. Student obyekti biri burada, biri burada, biri burada. Və bura gəlib biz dəyərlər verirdik. Deyirdik ki, referans tipli dəyişənlər özlərində nə saxlayır? Referansları saxlayır. Saxlanılan referans budur. Bundan gedirdi söhbət. Və bu şəkildə referanslar saxlanır. Stackdə dəyişənlərin dəyəri olaraq. İndi belə bir imkanımız var. Dedin ki, studentin hamısını çıxardacaq. Yəni, bura daxildə ID-si, first name, last name, skoru və dövlət sifarişli olmadığı. Bunu reallaşdıra bilirik biz. O da nətər? ToString metodu deyilən bir metod var. Java-da ümumiyyətlə bütün klasslar istisnasız olaraq, bütün klasslar, istər istifadəçi tərəfindən təyin olunan klasslar olsun, istər Java-nın öz içərisindəki klasslar. Obyekt deyilən, adı obyekt olan ümumi bir klassdan törəyib. Baxın, gəlin o obyekt klassına baxaq. Obyekt. Belə deyək. Baxın, belə bir klassımız var bizim, obyekt. Java-nın öz içərisində var bu. Bütün klassların atasıdır. Bütün klasslar bu obyekt klassından törəyib. Inherit alıb, ondan extend eləyib. Və o mövzuları keçəcək, o da OOP-nin aspektlərindən biridir. Baxanda görürük ki, bütün klasslar bu klassdan törəyib nə deməkdir? Bu klassın içərisindəki bütün fieldlar, həmçinin bütün metodlar digər klasslarda da var. Hamısında. Baxaq bunlarda nə var? Get class. Belə bir metod var. Bu bütün klassların içərisində var. Görməsək belə var. Hashcode. Belə bir metod var. Bu da hamısında var. Equals. Həmçinin hamısında var. ToString. Hansı ki, indi baxacaq biz buna. Hamısında var. Baxın. Deyir ki, ToString metodu nə qaytarır geriyə? Klassın adını qaytarır. Araya bir dənə ət işarəsi qoyur. Və dalınca hashcode'u götürüb hexadesimal stringə çevirir. Hashcode deyilən bir kod var da, hər obyektin öz hashcode'u var. Onu götürür 16-lıq say sisteminə çevirir və bizə göstərir. Sonra notify belə bir şey var, wait. Bunlar nədir bilmirəm. Bu metodların hamısı digər klasslarda da var. Gəlin təsdiqləyək. Təsdiqləyək ki var. Student 1. Bunun içərisində biz nə metod yazmışıq? Yazmışıq display info. Bu özümüzkidir, bu öz yazdığımızdır. O qalsın qıraqda. Nöqtəni qoyuram. Nə görürəm? Equals. Obyektin içərisində var idi. Hashcode gördük obyektin içərisində var idi. ToString, get class var idi. Display info öz yazdığımızdır. Notify, notify all, wait. Bunlar hamısı var idi içərisində. Bu ToString metodunu istifadə eləməyə çalışaq, amma deyəcək ki, ehtiyac yoxdur. Həqiqətən də ehtiyac yoxdur. Həmin ToString metodunu gördük ki, bizdə ToString metodu nə iş görürdü obyektin içərisində? Klassın adını yazırdı, araya bir dənə ət qoyurdu, sonra hashcode'u 16-lıq say sisteminə çevirib bizə verirdi. Bunun davranışını dəyişdirə bilirəm mən.
Gəlin dəyişdirək. Deyirəm ki, toString. Bu bizə qaytarsın nə? Mənə lazımdır ki, mən gəlib sistemə ad println yazıb student klassından törənən bir obyekti yazsam bura, mənə həmin obyektin ID-sini, həmin studentin ID-sini, sonra first name-ni, sonra last name-ni, dalınca skorunu, sonra da dövlət sifarişli olub-olmadığını çıxartsın. Mən istəyirəm ki, toString metodu artıq belə davransın. Bunu manipulyasiya edə biləm, dəyişə bilirəm. Gəlin dəyişək. Çıxartsın bizim üçün birinci nə? Bu display info nə işə yarayırsa, eyni şeyi yazacaq. ID-ni. Sonra bir ara qoysun burada. First name-i. Sonra last name-i. Sonra skoru. Sonra dövlət sifarişli olub olmadığını. Bunu qaytarsın toString metodu geriyə. Və toString metodu da biraz o da xüsusi metod kimi bir şeydir. Sistemə ad println içərisində yazılanda obyekt toString metodu çağırılır. Eyni kodu təzədən run eləyirəm. Baxın, bu dəfə referansı mənə qaytarmaq yerinə nəyi qaytardı? Həmin tələbənin ID-sini, adını, soyadını, balını və dövlət sifarişli oxuyub oxumadığını. Başqa bir tələbə üçün də yoxlayaq. Student deyirəm. Student 2 olsun bu. New student. ID-yə yenə random bir şey. First name İsa Qurbanov. Skor və dövlət sifarişli. Və bunun üçün çağırıram eyni metod. Student 2. Baxın. Eyni işi o biri obyekt üçün də gördü. Buna deyilir metod overriding. Buna baxacaq. Metod overriding. Almaz nədir metod overriding? Və hər baxanda azalırsınız. Override mən bilən Hı. elə bir private verilən bir şeyi oradan götürür də. Elə idi. Yəni elə bir ondan icazə alıb götürür də. Yox, yox. Yox, elə deyil. Sevinç sən denə. Metodun gövdəsini dəyişirik, başqa işlər əlavə eləyə bilərik. Düzdür. Override ancaq nə varsa baş verə bilir. Həmişə yəni mümkündür bu overriding eləmək. Sənin dediyin var o. Metodun gövdəsini dəyişib başqa iş gördürtmək. Bu həmişə mümkündür bu. Yoxsa müəyyən bir şərt var. Eyni adlı metod olmalıdır, bir də parametri də eyni olmalıdır. Yox, orası aydındır. Yəni onu deyirik biz metodun signature, yəni imzası. İmza qalır eyni, bir dənə body hissəsi. Fiqurlu mötərizələrinin içi dəyişir. Ondan əlavə bir şərt bilirsən, overriding üçün, metod overriding üçün inheritance olmalıdır mütləq. Inheritance olmazsa metod overriding olmaz. Düzdür? Bəli. Mən burada toString metodunu override eləyə bilmə səbəbim odur ki, toString metodu bütün klassların super klası olan, parent klası olan obyekt klasının içərisində mövcuddur. Yəni bu klassla mən, bu student klasımla obyekt klasının arasında bir parent-child əlaqəsi mövcuddur. Sırf o əlaqəyə görə mən bunu override eləyə bilirəm. Və burada da override annotasiyası yazılıb. Və deyirəm ki, extend object. Bax nə deyir mənə? Explicitly extends object. Deyir ki, remove redundant extends object. Yəni bunu yazmağa ehtiyac belə yoxdur deyir. Çünki onsuz da bütün klasslar objectdən extend edir.
Belə, bir də var metod overloading. Onu kim deyər? O da parametrə görə gedir. Parametrə görə, bəli. Eyni metoddur. Signature-larında nə fərqi olur? Parametr fərqi olur. O da ki, eyni klassın içərisində mümkündür. Belə. Kimin sualı var? Overriding inheritance-ə görə olurdusa, bəs abstraction nə idi? Override. Abstraction başqa şeydir. Abstraction yəni klassların ortaq xüsusiyyətlərini özündə birləşdirən ümumi bir klass yaratmaqdır. Abstract klass yaratmaq idi abstraction. Deyil. Elə idi, bəli.